O, Azərbaycan musiqi tarixində yenilikləri ilə yadda qalan bəstəkar və pedaqoq idi. Görkəmli sənətkar Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində doğulub. Bakı konservatoriyasına təhsil aldığı illərdə Üzeyir Hacıbəyli onu milli folklorun, aşıq və muğam sənətinin incəlikləri ilə tanış edib. 1946-cı ildə isə Qara Qarayev Moskva konservatoriyasında bəstəkar Dmitri Shostakoviçin kompozisiya sinfini bitirib. Onun yaradıcılığı milli və dünya musiqisinin sintezini özündə birləşdirərək şərq və qərb musiqi ənənələrinin vəhdətini yaradıb. Qara Qarayev uzun illər pedaqoji fəaliyyətlə də məşğul olub. Onun yetirmələri Fikrət Əmirov, Akşin Əlizadə və yüzlərlə bəstəkar bu gün də Qara Qarayev musiqi məktəbinin davamçılarıdır. Qara Qarayevin zəngin irsinin yaşadılması məqsədi ilə bu gün də silsilə tədbirlər həyata keçirilir. Prezident Kitabxanası və bizi birləşdirən Mədəniyyət İctimai Birliyinin birgə təşkilatçılığı ilə dünya şöhrətli bəstəkarın yaradıcılığına həsr olunan dəyirmi masa keçirilib. Qara Qarayev şərq və qərb musiqisi arasında bir körpüdür. Onu sizə deyim ki, Qara Qarayev yalnız ildırımlı yollarla və 7 gözəl baletini bəstələsəydi, onun bütün dünyada tanınması kifayət idi. Dəyirmi masa ətrafında Azərbaycanın tanınmış mədəniyyət, elm və incəsənət xadimlərinin çıxışları dinlənilib. Mən konservatoriyada da Qara Qarayevin tələbəsi olmuşam, sonra 2 il aspiranturada, amma aspiranturanı bitirdikdən də sonra 74-cü ildə həmişə yeni əsərlərimlə Qara Qarayevin yanına gəlirdim, öz yeni əsərimi ona ifa edirdim və onun xeyir duasını alırdım. Ona görə ki, son günlərinə qədər mənim üçün ən böyük şəxsiyyət müəllim, ustad olaraq qalır. Qara Qarayev Azərbaycan musiqi mədəniyyətinin dahi simalarından biridir. O, bizim Azərbaycan klassik musiqisinin banisi dahi Üzeyir Hacıbəylinin sevdiyi tələbələrdən biri olmuşdu. Qara Qarayevin musiqisi o qədər zəngindir ki, onu həm fərqli janrlarda, həmin o istiqamətdə konseptual şəkildə sintez etməyə çox rahatdır. O nə deməkdir? O nədən irəli gəlir? Ki, həmin mix, yəni o musiqi o qədər peşəkarcasına yazılıb ki, fərqli olan janrlarda da onu sintez qismində tam rahatçılıqla etmək olur. Tədbir çərçivəsində musiqili proqram da təşkil olunub. Azərbaycan musiqisinin təbliği, əlbəttə ki, Azərbaycan bəstəkarlarının əsərlərinin təbliği biz ifaçılar üçün çox önəmlidir və Qara Qarayev kimi şəxsiyyətin təkcə musiqiçi deyil, bir şəxsiyyətin doğulduğu vətəndə doğulmaq fəxarət hissi bəxş edir. Bugün Qara Qarayevin əsərləri təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində səslənir. Onun adı musiqi tariximizə əbədi həkk olunub. Qara Qarayevin musiqisi Azərbaycan ruhunun, milli tariximizin və mədəni dəyərlərimizin rəmzidir.